Analizlərini davam edirik xərçəng bürcü ilə. Yanvarın sonuna qədər xərçəng bürclərini nələr gözləyir ona baxacağıq. Deməli, keçid mərhələ dəyişikliyi, köhnə vəziyyətdən çıxıb yeni mərhələyə keçmə, geri dönüş yox, irəli addım, problemlərin arxasından gələn uğur deməkdir. Qadın enerjisi, qısqanclıq, gizli niyyət, manipulyasiya, bastırılmış qorxu ola bilər. Bu, real bir qadın da ola bilər ki, bir pislik etmək istəyir. Həyatında dəyişiklik gözləyir, dəyişiklik başlayır. Emosional dağlanma, qeyri-müəyyənlik, amma proses qaçınılmazdır. Yeni başlanğıc göstərir, körpə enerjisi də ola bilər və yaxud da yeni həyat mərhələsi ola bilər, yeni plan, yəni ki, simvolik yeni bir doğuş göstərir. Barışma, yenidən bir araya gəlmə, münasibətin və yaxud da əlaqənin bərpası gözləyir. Yəni, barışıqdan sonra səbir, incə yanaşma ilə əlaqə yenidən qurula bilər. Səmimiyyət ola bilər və araya girən məsələ və yaxud da şəxs, üçüncü bir şəxs araya girir. Yəni, sizin sevgi məsələsində və yaxud da iş ortaqlığı məsələsində gərginlik yaradan faktor üçüncü bir adam var. Ümumilikdə çətin və qaranlıq mərhələdən keçir, dəyişiklik, yeni başlanğıc gözləyir, barışma potensialı var. Araya girən faktor narahatlıq verir. Xəbər gələcək, romantik xəbər ola bilər. Yəni ki, kəskin reaksiyalar verə bilərsiniz, tam qətiyyətli qərar verməli olacaqsınız. Maddi biraz sıxıntı gözləyir. Sizin üçün. Yeni başlanğıc edə bilərsiniz. Yəni ki, ola bilsin ki, sizə hər hansısa bir ortaqlıq təklifi ola bilər, yeni başlanğıc edə bilərsiniz.